Müğənnilərlə konfrans elədim ki, ay qızlar, bu uşaqların ataları kimlərdir? Allah'ın olsun Vəfa, heç birimiz tanımırıq sənin uşaqları kimdən doğmuşsan, heç bizə maraqlı da deyil. Ay qız, bu söz söhbət kəsmək üçün çıx, burada nə var ki, 2 dəfə 2 4 edir. Ora Mitirkanda göstər uşaqların atalarında, familiyalarında, əgər göstərə bilmirsənsə, göstərə bilmirsən. Boş qazan həmişə danqıldayır dostlar, boş qazan həmişə səs çıxardır. Heç görmürsünüz dolu qazan səs çıxarar, yox, çünki dolu qazan doludur. Boş qazanın ağzına qapağı qoyun, evlər xanımlar danq eləyəcək. Sonra gəlirəm o bir məsələyə. Övladınızın müqəddəs günündə əxlaqsızlar gəlib xeyir-dua versinlər. O xeyir-dualar keçmir onsuz da, çünki Rəbbim o xeyir-duaları qəbul eləmir. Xeyir-duanı başı bütöv adamlar verməlidir. Sonda onu demək istəyirəm ki, adamın çox yox. İkisi də Vəfanın qardaşı kimi qardaşı olar. Qeyrətinə qurban olma qardaş. Ay Vəfanın qardaşı. Bu yeznə kimdir? Keçən dəfə də dedim. Bu yeznəni tanıyırsanmı? Adı nədir? Familiyası nədir? Uşaqlar kimlərdən doğulub? Bu kimi nəzərdə tutur efirdə danışır? Cəmaatın haqlı əri olurlar da, belə qanuni əri olurlar. Ərim deyəndə, biz ərim deyəndə deyirik böyüklərdən üzr istəyir. Bu hər həftə 8 mən 9 çıxır efirdən. Uşaqların atası. Vəfa, sən bilirsənmi ki, uşaqların atasını kim deyir? Azərbaycan kişiləri o vaxtı Rusiyaya qazanç dalınca gedəndə, indi orada həyat yoldaşları yanlarında yox, kişi xeylağı İçkinin zibilinə düşür, oradan Nadiyadan, Katyadan, Olyadan əlinə keçir. Orada 3-4 gündən sonra da arvadlar yanında uşaq gəlir ki, uşaqlarımın atalarını axtarıram. Sən bu danışığın bunları oxşadır. Batdıqca batırsan, artıq Rusiyadakı Azərbaycanlılar da Ağqaradan seçməyə başlayıblar. Əziz Rusiyada yaşayan Azərbaycanlı ailələr, toylarınızı ailə dəyərlərinə dəyər verən, düzgün ailə quran, zaksla, qanunla ailə quran